Macarıstan paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatı davam edir. Ötən gün mübarizəyə qoşulan Elcan Hacıyev uğurlu çıxışı ilə diqqət çəkib. 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Özbəkistanlı, ardından Çin Taypeyindən olan rəqibini ipponla üstələyib. 4-1 final mərhələsində Elcan Çexiya idmançısından üstün olub. Yarım finalda isə Avropa çempionumuzu çox ciddi rəqib gözləyirdi. Son 3 dünya çempionatının qalibi Yaponiyalı Goki Tajima ilə qarşılaşma gözlənildiyi kimi gərgin alınıb. Görüşün gedişində Hacıyev Vazari ilə ciddi üstünlük əldə etsə də, yekunda məğlubiyyətlə üzləşərək finaldan kənarda qalıb. Bürünc medal uğrunda qarşılaşmada isə Elcan Estoniya idmançısı Klen Christopher Kalyulayd ilə üz-üzə gəlib. İnamlı çıxış edən cüdoçumuz qələbə qazanaraq fəxri kürsünün 3-cü pilləsində yer alıb. Bu Azərbaycan yığmasının dünya çempionatında 2-ci medal olub. Xatırladaq ki, dünya çempionatında yığmamızın heyətində ilk bürünc medalı Zelim Tiçkayev qazanmışdı. Təşəkkür edirəm təbriklərə görə. Dediyiniz kimi ilk dünyada medalım idi bu mənim. Çox xoşbəxtəm. Bu gün çox çətin idi. Birinci görüşüm, yəni bütün görüşlərim demək olar ki, çox çətin idi. Yarı finalda elədiyim səhvə görə məğlub oldum və bürünc medal qazandım. İnşallah bu səhvlərin üstündə işləyib gələn il Bakıdakı dünya çempionatında qızıl medal qazanacağam. Əlbəttə ki, mənim 23 yaşım var, Vızroslu. Mən uşaqlığımdan bəri bu yarışların arzusundayım. Həmişə dünya, Avropa, Olimpiya çempionatıdır. Avropa çempion olmuşam, dünyada da medal götürdüm. İnşallah ki, bunların hamısını qızıl medal eləyəcəm.